Neftçalanın bir kəndi var. Kağız üzərində yaşayır bu kənd, amma reallıqda tədricən yoxa çıxır. Belə getsə, kənddə lələ köçüb yurdu qalacaq. Səbəb nədir? Səbəb odur ki, əhalisinin əksəriyyəti heyvandarlıqla məşğul olan kənddə örüş sahəsi yoxdur. Heyvanlarını yemləyə bilmədikləri üçün əsasən də cavanlar çıxış yolunu kəndi tərk etməkdə görürlər. Davamlı əməkdaşımız Kürçaylı Məmmədovun reportajından izləyək. Neftçalanın Haqverdili kəndi rayon mərkəzindən təxminən 30 kilometr uzaqlıqda yerləşir. Bir vaxtlar burada 50-yə yaxın ailə heyvandarlıqla məşğul olurdu. Bugünsə kənddə cəmi 3-4 təsərrüfat qalıb. Sakinlər deyir ki, problemin kökü illərdir həll olunmayan örüş torpaqları məsələsidir. Paradoks ondadır ki, kəndin yaxınlığında cəmi 200 metr məsafədə örüş sahələri var. Amma həmin torpaqlar inzibati olaraq Aşağı Sura kənd bələdiyyəsinə məxsusdur. Ən maraqlısı isə budur ki, Aşağı Sura kəndi ilə Haqverdili kəndi arasında təxminən 50 kilometr məsafə var. Sakinlərin sözlərinə görə Surra kəndinin əhalisi həmin ərazilərdə heyvan otarmağa icazə vermir. Nəticədə heyvandarlıqla dolanan insanlar ya təsərrüfatlarını ləğv edir, ya da kəndi tərk etmə məcburiyyətində qalırlar. Bu isə iqtisadi olmaqla yanaşı həm də demoqrafik problemə gətirib çıxarıb. Qazımız yoxdur, yolumuz yoxdur. Heyvana görə biz burada yaşayırıq. Heyvan həyətdə qalır, acdır, heyvanın otu yoxdur, pres bağlamalarımız qutarıb. Yəni bizim sırf dolaşığımız bu ilandır, heyvanqarı ilandır. Bu kənddə çox adamlar gəlib fermer təsərrüfat yaradıblar. Ancaq ki, bu örüş uzbatından dəyər dəyməzinə satıb çıxıb gediblər. Mənim özümün 30-a yaxın iri buynuzlu malqaram var idi, 80-a yaxın xırda buynuzlu heyvanım var idi. Örüş olmadığından görə, otlaq sahəsi olmadığından görə satmaq məcburiyyətindəyəm. Problemin digər tərəfi isə daha da acınacaqlıdır. Haqverdili kəndinə ayrılan örüş torpağı olsa da, həmin torpaqlar şoran sahələrdir. Bitki örtüyü yoxdur. Yəni kağız üzərində torpaq var, amma reallıqda heyvanı doyuracaq bir qarış ot belə tapılmır. Belə olan halda heyvanlara yem çatdırmaq da ciddi problemə çevrilib. Otlarımız, pres bağlamalarımız qutarmaq üzrədir, tükənib. Yəni ki, heyvanqara yem verməyə bizim imkanımız qalmadı. Yəni ki, bizim tələbimiz bundandır ki, bizə bu Surra torpağından örüş torpağı arısın, bu kəndə də verilsin. Mən elə biləm ki, bu çəkilişdən sonra adiyyəti qurumlar hərəkətə keçər, bu işlə bağlı bir tədbir görərlər. Məsələyə aydınlıq gətirmək üçün kəndin tabe olduğu Həsənabad bələdiyyəsinə üz tutduq. Amma bələdiyyə sədri Rauf Ələkbərov məsuliyyəti qəbul etmədi və bu məsələnin onlara aid olmadığını bildirdi. Daha sonra Aşağı Surra bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri Mahir Məmmədov şifahi olaraq təsdiqlədi ki, Haqverdili ərazisində yerləşən 829 hektar örüş sahəsi onların balansındadır. Onun sözlərinə görə kənd sakinləri müraciət edib, məsələ müzakirə olunub və mart ayının sonunda keçiriləcək iclasda bu problemə baxılacaq. Hətta mümkün variant kimi əlverişli örüş torpaqlarının hərrac yolu ilə Haqverdili kənd sakinlərinə verilməsi də gündəmdədir. Amma belə olan halda ortaya sual çıxır ki, bir-birindən onlarla kilometr uzaqlıqda yerləşən kəndlər arasında torpaq bölgüsü hansı prinsiplə aparılır? Haqverdili sakinləri üçün cavab hələ də yoxdur. Amma vaxt daralır, çünki kənd artıq boşalmaq üzrədir.